Bir günəş kimi doğmuşdu yer üzünə, əbədi yaşar lider. Allah onu sanki insanlığa bir lütf, bir xilasedici kimi bəxş etmişdi. O sanki taliyinə qara yazılmış bir xalqa öz ömrünü həsr etsin deyə yaradılmışdı. Xalq onu xilasedicisi, dayağı kimi görürdü. Onu Allah adi insan bilib yaratmamışdı. Elə bil Allahın nuru ilə yaradılmışdı. Bütün amalı, millət, vətən olan şəxsiyyət. Axı bir insanın gücü çatmazdı. Çiyinlərində bütöv bir xalqın yükünü daşısın. Başı üzərin qara buludlar almış Azərbaycanı sonsuz bir zəfərə hazırlasın. Gecəsi gündüzü xalq olan bu dahi lider çiyinlərinə götürmüşdü ağır yükünü. Elə bir yük ki, ruhunu, canını, fikrini, hətta varlığını belə sipər etmişdi düşmənə, canı Azərbaycan üçün. Xalq onu bir dağa bənzədirdi. Çünki bilirdi ki, nə vaxt söykənsə, kürəyi yerə gəlməyəcək. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Heydər Əliyevin dilindən deyilmiş bu sözlər necə də incə tərzdə bir övladın anasına bəslədiyi məhəbbətin təcəssümüdür. Bəli, o Azərbaycanı öz canı qədər sevirdi, bəlkə də ondan artıq. Heç bir ölçüyə sığmayan bu fikirləri nə qədər anlamağa çalışsaq, yəqin ki, kifayətsiz qalar sözlər. 10 may Azərbaycan təqvimində önəmli günlərdən biridir. Çünki həyatını millətinin rifahına həsr etmiş bir canın əbədi olaraq zirvələrdən gəlib, əbədi olaraq zirvələrə yüksəldiyi bir gün. Böyük bir qəhrəmanlıq salnaməsini xalqa yaşadan uca lider, bizim qələbəmiz də, sevincimiz də, qürurumuz da sizdən gəlir. Bir ananın övladına verdiyi dəyər qədər, bu millətə, bu vətənə verdiyiniz dəyər üçün bu xalq hər zaman sizə borclu qalacaq. Bu ayrılıq da cismanidir, bilirik. Çünki elə bir iz qoymusuz ki qəlbimizdə, vətənin demək azdır, vətənin olmaq gərəkdiyini, vətənin atadan qabaq, anadan irəli gəldiyini, vətən uğrunda ölən varsa, vətəndir şüarını, ömürdən pay olsa da, vətəndən pay olmadığını bizlərə öyrətdiyiniz üçün bu xalq hər zaman sizə minnətdar qalacaq. Həm tarix yazmış, həm də tarixin özü olan igid sərkərdə. Ruhunuz, adınız, simanız, Azərbaycan var olduqca, bu millət var olduqca qəlbimizdə əbədiyyən yaşayacaqdır. Bəli, nə qədər bu millət var, nə qədər ki Azərbaycan var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək.